uşağın ürəyi normal göstərir, amma hər hansı bir problem yoxdur. İnfarktla qarşımıza çıxa bilərsiniz. Tərlənmə ürək qüsurundan xəbər verə bilər. Anadan gəlmə ürək qüsurunun ilk belirtisidir. Uşaqlar ağıllısa faydalıdır. Valideynlər niyə? Qaraciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni bir saçdan ötürü həyatı məhv eləməyə dəyərmi? Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında Sağlam Həyat layihəmiz davam eləyir. Bugün valideynlər üçün bir aktual bir mövzumuz olacaq. Əgər yeni doğulmuş uşaqlar varsa, fərqi yoxdur və yaxud da valideynsizsə, uşaqlarınızın müəyyən yaşları varsa, ürəklərindən hər hansı bir şübhələnirsinizsə, o zaman bu podkastımız sizin üçündür. Qonağımız isə uşaq kardioloqu Elnur İmanovdur. Elnur bəy, xoş gördük sizi yenidən. Xoş gördük olsun. Elnur bəy, son dövrlərdə bu həkimlərin dediyi açıq əməliyyat var idi. Qədim dövrlərdən bəri ürəyi açıb əməliyyat edirdilər. Artıq damardan girib, invaziv yolla damardan girib əməliyyat edirlər. Bu əməliyyatların fərqi nələrdədir? Birinci siz deyən kimi açıq var, bir də damardan girib o sahəyə gəlib çatmaq var. Misal verim sizə, xalq dilini anlasınlar bizim izləyəcək. Hər kəsin evində ən azından bir də avtomobil var. Özü sürməsə də yoldaşı sürür, evladı sürür və s. O təbii ki, ustaya gedir. Usta onu ştanqa ilə kranşteynləri asır. Soyulmuş vəziyyətdə motor soyur. Baxır altdan yuxarı nə görür və s. və ya maşını söndürür, kapotu qaldırır, baxır problem varsa soyulmuş vəziyyətdə o problemi arada qaldırır motorda. O boşluğu içində. Biri var ki, maşın sürətlə 180 sürət gedir. Sən içində bardakokda bir dənə o yük olan yeri açırsan, oradan tellərlə işləyən motora gedib çatırsan, onu təmir edirsən. Yəni, qapalı odur. Açıq, dayanır, açılır, soyudulur. O problem nədirsə aşkarlanır, əvvəlcə bilinir diaqnostikadan, o problem aradan qaldırılır. Bizdə isə bəli, əvvəl diaqnostikadan bilinir problem nədir, ancaq sinək açılmadan, yəni maşını söndürmədən, kəsi olmadan, incə damara girişlə, yəni bardaçoku qapına, balaca qapına açar, oradan dostub olursan, xarab olan hansı damardan girirsiniz? O biz uşaqlarda 3-4 yerdən giririk. Bir, qasıq damarları, qasıqdan, ana yerimiz oradır, femoral arter vein, boyundan giririk. Bir də orada subklaviya dediğimiz damar var, oradan da giririk. Kameradır mı? Yox, xüsusi kateterlərdir, o tuturuq ora. Kateterlər yerləşdiririk. O kateterlər üzərindən hər şeyi, o bizim açıq qapıdır artıq. Oradan daşıyırıq. Bəs orada tutaq ki, hər hansı bir cərrahi müdaxilə, kəsmək, nə bilim, tikmək. Bizim xüsusi cihazlar yox. Bizim bıçaqlarımız da var. O kateterin içine apardığımız bıçaqlar da var. Yəni məqsəd o mikro şeylərdir. Bəli. Yəni də elə incə bıçaqlar var ki, gərəkən yeri kəsir, açır, gərəkən yeri iynə ucu qədər belə girir, cırır, dağıdır. Kiçik bir damarın içinə yerləşirmi bu? Bəli də. Ondan sonra açılır yavaş-yavaş. Yəni 8-9 Frençə qədər, yəni 3 milimə qədər biz daş qalınlığını qaldıra bilərik, 30 milimə qədər qaldıra bilərik bunları, 3 santimetrə qədər. Adama görə dəyişir, yəni də onlar eləmək olur. Yəni 10 Frençdirsə, bir Frenç 0.35 milimdirsə, yəni 4 milimə qədər biz daşıya bilirik. Yəni də damar qalınlığında 10 Frençə qədər. Bu sizin işi asanlaşdırır, yoxsa xəstənin belə deyək də daha komfortlu olmasına gətirir? Bizim işimi asanlaşdırmır. Sizin işiniz asanlaşdırır. Biz işimiz çox çətin. Onu biz 3 boyutlu işləyirik. Görürük, hiss edirik və barmaq uçlarımızdan da işi hissedirik və nəbizdən o ürək döyüntü səsini eşidərək, görərək və hiss edərək 3 boyutlu olaraq o artıq vizualizasiya gözümüzə qabağından gəlir. Ekranda görürsünüz. Təbii ki, monitorda görürük və onu həyata keçiririk. Amma xəstə üçün avantajdır da ki, yəni bu yaralanmır da belə deyək. Yəni mənim şüarım, yəni uşaq kardiologiya, uşaq şüarı, yəni vaxtınız var gəlir. Mən artıq ürək qüsurlu deyiləm. Yəni nə deməkdir o? Uşaq bugün gəldi, ürək qüsuru diaqnoz qoyulduq, yatızdırdıq, əməliyyatını elədik, invaziv müdaxiləni. Səhərsin öz ayağına gedir, kəsi yox, bir şey yox. Artıq sevinçlə gedir ki, mən artıq ürək qüsurlu deyiləm qardaş, əl çəkin mənə, mən salamat insanam.
Açıqda, amma bunun sağalması prosesi Bəli, uzun o proses çəkir. Ən azından bir həftə reanimasiyada qalır. Yəni, Açıq hardan yarılır? Sinədən xəstələrə görə dəyişir Bahadur müəllim. Bir var ki, sinədən açılırlar, var ki, qabırğa arasında açılırlar. Mini kəsilər var, çox kəsilər var. O anatomiyasına görə dəyişir. Yəni mini dedikləri qabırğa arası 3-cü və 4-cü səhv qabırğa arasına girib orada bir kəsə aparılır. Artıq neçə faiz məsələn ürək əməliyyatları 45% qapalı gedir. Qapalı gedir. Elm dünyada o səviyyəyə gəlib çatıb. Elnur bəy, bax indi tutaq ki, uşaqda ürək qüsuru var, hər hansı bir uşaqda və ya anadan gəlmədi və yaxud da sonradan qazanılmışdı, fərqi yoxdur. Bax bu uşaqlara ki, əməliyyat olunmalıdır, bu nə bilim hələ valideyninin maddi şeyi yoxdur və yaxud da hələ biraz da özünün məsuliyyətsizliyi baxımından gecikdirir. Bu uşaqlara məsələn digər əməliyyatlar olarmı? Məsələn diş çəkdirmək olarmı və yaxud da hər hansı bir təcili bir proses baş verdi, qəzaya düşdü elə. Digər əməliyyatlar narkoz vurmaq olarmı bunlara? Kesinlikle olar. Niye de olmur? Hayat devam edir. Ne hasta olsa bir insandır. Yox, yəni ürəyində qüsur var da. Sizin sözü qüvvət, lap mürəkkəb anadan gəlmə, ən mürəkkəb 3 kameralı ürək qüsuru götürsək, o insandır, yaşayır. Yəni necə yaşır o ayrı məsələ, faktiki yaşayır. Axı məsələn böyüklərdə məsələn hər hansı bir məsələn adi bağırsaq əməliyyatına girəndə ürəkdə yoxlanılır ki, görə ürək sağlam. Yoxlansın. Ancaq biz anesteziyoloqa, cərraha gərəkən təyinatları veririk. Ki, bunu ürəyə biraz. Bəli, məsələn, ürək qüsurlu uşaqlar əməliyyata girərkən infektiv endokardit profilaktikası tabe olurlar. Nə deməkdir o? Ürək qoruyucu dərmanlar veririk ki, ürək bu əməliyyatdan fəsad almasın, mikrob düşməsin, zədələnməsin və s. və ilaxır. Bu bir. Sonra isə yəni deyirəm ki, başqa bir insandır, qəza keçirdi, təcili əməliyyat olması lazım. O təbii ki, yenə də anesteziyologlar, yəni cərrahlar da biz informativ məlumat veririk. Deyirəm ki, bəzi ürək qüsurlarda ürək aritmiya da ortaya çıxır. Məsələn, Epstein anomaliyalarda onlarda delta dalqası görülür. Yəni ona ürək döngüsü fərqli olur və s. və ilahir. Yəni biz təbii ki, gərəkən onlara bilgiləndiririk ki, biz həyatımızda necə davam etdirəcəyik, nətər olacaq ki. Məsələn, tutaq ki, belə deyək də, uşaq cərrahına gedib, hər hansı bir tutaq ki, böyrəyində problem var uşağın və yaxud da sidik kanalında problem var, həm də ürəyində də zəiflik var. Bu vacibdirmi ki, uşaq kardioloqu ilə məsləhət duyulur? Kəsinliklə. Mütləq surətdə. Biz onlara gərəkən müdaxilə öncədə, yəni planlı bir şeydirsə, bərabər aparılmalıdır əməliyyat belə. Yox, əməliyyat belə aparılmır. Məsələn, böyrək vacibdirsə, böyrək qabaqcadan aparılsın. Yox, böyrək aparılanda uşaq kardioloqu orada olmalıdırmı, yoxsa? Biz gərəkən təyinatları veririk. Hə, siz tövsiyələr veririk. Təbii ki, ancaq çox ağır əməliyyatlar varsa, bizim orada iştirak etmemiz vacib olur. Vacib olur ki, həm də orada iştirak edək. Ürəyə müdaxilə olsun. Bəzi uşaqlarda belə bir hal ola bilərmi ki, məsələn, anadan doğuldu uşaq, müayinə elədilər bunu, tutaq ki, tibb mərkəzində və yaxud da uşağı aparıblar harasa, uşağın ürəyi normal göstərir, amma hər hansı bir problem var orada. Yəni ki, belə deyək də, yəni analizlərin cavabı normaldır. Yəni ki, uşaqda ürək problemi görünmür, amma sonradan məlum ola bilirmi ki, problem varmış əslində? Bəli. Çox elə şeylər var. Bəzi dediyim kimi ürək qüsurları çox sinsi seyr edir. Yəni məsələn səssiz PDA dediyimiz oval pəncərə və ya kiçik mədəcik çəpər. Yəni çox özünü bir üzə vermirlər bunlar. Analizdə normal. Yəni uşaq doğulub tibb məntəqəsində deyək ki, zaten dünya baxırlar ki, normal. Amma sonradan siz müəyyən eləyəndə baxırsınız ki, burada problem. Məsələn, neonatoloqların dünya protokolu var ki, ürək qüsurlu uşaqdan 30% gözdən qaçırmaq ehtimalı var. 30% böyle az bir rəqəm deyil. Yəni onlar onu görmədə bilərlər. Bu normal, biz qəbul edirik. Hani baxsa analizdə normal çıxır və s. ancaq ürəkdə problem varsa, bu yəni qəbul olunan bir şeydir. Yəni bu gözdə qaçırılan bir şey deyil yəni. Ona görə də kimisi irad tutmaq lazım deyil. Ona görə də mən belə başa düşdüm ki, uşaq doğulubsa, məsələn, ona görə skrining protokolu var. Ona görə də tarama protokolu var ki, o vaxtın dərhal yoxlansın. Skrining protokolu belə deyək də artıq dölün daxilindəmi gedir? Yox, dünya gəldikdən sonra. Dünyaya gəldikdən sonra doğum evində baxırlar. Bəs orada o protokolda da yanılma olurmu yoxsa necə? 90%, 5% yox. 5% yox. Artıq bu da məcburidir. Kesinliklə. Ki, yəni uşaq artıq xəstəxanadan çıxanda və ya bir həftə ərzində və ya xəstəxanadan çıxanda o şəraitə bağlı
Mərkəzlərdə dərhal baxılır, bir gün ərzində baxılır. Regionlarda bəlkə o anda kardioloq orada olmaya bilər, smenlə gələ bilər və s. və axır. O artıq oradakı yerə görə dəyərləndirilir. Elnur bəy, bu indi siz köhnə nəsil belə deyək də tibbi görmüş insansınız. Amma indi müasir valideynlər siz müayinə edirsiniz, internetdən gedib araşdırırlar da bunu. Məsələn, elə bir sizin indi bu dönəmlərdə belə bir təcrübənizdə olub ki, məsələn siz deyirsiniz ki, bu problem var, əməliyyat olunmalıdır. Valideyn gedir internetdən baxır, deyir, yox, mən filan həkim belə dedi, filan internetdə belə yazılmışdı. Süni intellekt ChatGPT belə dedi, olurmu? Birinci, burada ChatGPT qardaşımıza, bacımıza çoxlu salam çatdıraq. Çünki burada bir zarafat yəni mən belə ondan hələ də anlayışım yoxdur, bacarmıram. Yəni onu faydalanmağa, süni intellekt deyirlər, nə deyirlərsə. Ancaq belə getsə, axırda biz də məcbur olub bu dalğaya oturmaq olacağıq. Biz izah edirik, bəli və s. Bizim yanımızda qulaq asır. Bizim yanımızda bir dəfə mənim başıma gəldi. Pasiyent, yəni mənim müayinəmdə görmüsən telefonu qurcalanır, atası, anası diqqətlə qulaq asır. Dediyimizə mən yazdı, ChatGPT-də yazır. O başqa şey dedi. Valideyn mənə ki, doktor, bax bu ChatGPT deyir, deyir, onda para o müayinə eləsin. O sənin fikrini deyir. Ancaq klinika xəstənin şikayəti, müayinəsi, EKG-si, EXO-su cəmləşdirib biz qərar veririk, nə etmək lazımdır. Bəzi qüsurlara biz sadəcə uşağın şikayəti var deyə edirik. Protokolu gözləmədən, yəni individual yaxınlaşılır. Ancaq o ChatGPT dünyanın bir anda girir internetdə sekund tarama eləyir, nə toplayır, cəmləşir, öz şərxini bildirir, öz fikrini bildirir ki, mən belə düşünürəm. Və bir dəfə də həmkarım Gülnaz xanım Dadaşova da, bir də başqa Firdevsi doktor da elə demişdi ki, ChatGPT-yə çox güvənməyin, sinə ağrısı deyib də keçməyin, infarktla qarşımıza çıxa bilərsiniz. Onlar çox yanıltırlar, o süni intellektlər olsun və s. Və valideyn oturur, ümumi həkimin və ya aparıcını və ya blogerin və s. və ya influencerın kimdirsə fikrini dinləyir. Onu anlayacaq dillə izah edir. Təbii ki, mən xəstənə oturub elmi diskusiya aparmaram. Niyə apara da bilmərəm ki, o mənə həkim deyil. Zaten həkim olsaydı özü o çarəsini tapardı. O rəylərə oxuyur, ancaq individual yaxınlaşır. Yəni xəstəyə o ayrı söhbətdir. Ona görə də bu ChatGPT bacı və qardaşımıza bizə çoxlu salamlar. Bizim işimizə qarışmasınlar. Olsaydı bir uşaq kardioloq oluşmasına 22 il təhsil lazımdır xaricdə. 3 universitet bitirməsi lazım. Azərbaycanda həmçinin həkimlik, uşaq həkimlik, uşaq kardiologiyasını. O zaman da biz gedək ustalıq eləyək, ChatGPT-lər düşsün qabağa həkimlik eləsinlər də. Yəni siz deyirsiniz ki, süni intellekt heç vaxt insanı əvəz eləyə bilməyəcək. Kesinlikle. İnsan, o zaten onu insan yaradıp. İnsan beyni onu yaradıp. O insan robotlar var axı, əməliyyat eləyirlər. O başqa. Robotik cərrahiyyə insan nəzarətində olan bir şeydir. Yəni də insan nəzarəti var. Kesinlikle. Robotik cərrahiyyə, yəni belki siz görmüşsünüz, insan oturur, qarşıda onu idarə edir. Yəni o xəstəyə bir başa cihazı bırakmır ki. Asla öyle bir şey yoktur. Yani o zaman insan beyni olmaz. Yani düşünce tarzı olmaz. Biz robotlaşarıq yani. Elnur həkim, əməliyyat elədiyiniz uşaqların sayı əlbəttə ki, çoxdur. 20 ildən çoxdur bu sayı. Saymıram yani. O dövr keçmiş. O yeni baştan dönə sayılır. Bir əməliyyatın belə oldu. Kimi axırda bizim işimiz yani avtobus sürücüsü avtobusa minən sərnişi heç vaxt saymaz yani. İlk günə minən avtobusuna həyəcanı günü xatırlar. Bir də pensiya ayrılaq günü xatırlar o günü. Ancaq günlük rutin işlədiyi zaman minən sürücüsünü asayını hatırlamaz yəni. Sualım belədir ki, bax, əməliyyat elədiyinizdən sonra yəqin ki, təkrar müayinə üçün valideynlər gəlirlər. Valideynlərin əməliyyatdan sonra ən çox buraxdığı səhvlər hansılardır? Baxımsızlıq. Özlərini qarşı demirəm. Hamısı çiçək kimi maşallah bizim xanımlar çox gözəldir. Uşaqlar qoydu baxımsız. Mənim başıma bir dəfə gəlib. 8-9 il var bir onların söhbətidir. Novruz bayramı arifələrdədir. Heç unutmam. Martın 26-sı, 20-si onu Topçubaşovda işləyirdim. Artıq o uşağın atası biz dost olmuşduq. Ağca arter stenozu 2-3 yaşında bir bebiş idi. Məştəqla balası idi. Atası da çox yaxın dostumdur. Elə bugün onu yazışmışam. Yəni, xarici ölkədədir. Ramazanı təbrik elədi mənə. Demək, qapalı ürək əməliyyatı elədik. Qadın kənd qadınıdır. O da bizim insanlar örgəşib axı şov görüntüyə, kəsilər, bintlər, yapışdırmalar, lekapastrlar, xəstə havası gəzmələri.
Biz əməliyyat elədik. Kəsi yox, bir şey yox. Qasıqdan bir damardan girdik, qusurunu aradan qaldırdıq, darlığı ortadan çözdük, problem aradan qalxdı və s. və ilaxır. Buraxdıq evə. Valideyn dedim ki, aman diqqət elə, uşaq soyulmasın. Bir kənddə yaşayırlar, Məştəqə kənddə. Soyuqlamasın. Bəli, xəstələnməsin. Yəni aparıb kəndə, Məştəqə kəndində orada yaşayır. Uşaq qar yağır, heç yadından çıxmaz. O anda mən Rusiyada idim, istirahətə gedib Novruz bayramından sonra. Zəng elədilər, ay doktor, uşağım temperaturu ölür 40 dərəcədə. Nə olub? Xəstələdi. Onlar fərqinə deyil ki, bu əməliyyatdır. Qapalı da olsa anesteziya alır, uşaq yatızdırılır, immun sistemi düşür. Ürəkdə yapışıqları biz yırtırıq, hansı ki bunları görmürük. Mikrokapillər yırtıqları var, bədən toparlanma prosesi yaşayır. Ürək əməliyyatı olunur. Yəni də və ürəkdə pnevmoniya, uşaqda pnevmoniya oldu, sətəlcəm dediyimiz şey. O biraz ürək fəsad verdi. O açdığımız damar büzüşdü, qabıqla büzüşdü. Skar toxusu buraxdı. Və ikinci dəfə dərhal sağalandan sonra onu əməliyyat elədik, o qapağı açdıq, bərpa elədik, ancaq çətin oldu. Çünki yara qartlaşmışdı da. Yəni o skar toxusu əmələ gəlmişdi. Və bərpa eləməni elədik, çünki yara təzə idi, ancaq baxımsızlıq çox önəmlidir. Yəni onlar işimizi... İndi necədir uşağın vəziyyəti? Əla. Deyirəm, yaxın dostumuzdur, atasını adı verməyəcəm, prosta yəni də yaxın gündür görüşür, artıq uşaq o gün atası zəng edib ki, ağ kağız deyirlər də, voyenkomata aparırlar, yoxlanmağa aparıblar. O da deyib ki, mən ürək əməliyyatı olmuşam, oradakı yoxlayan adam heç fərqinə varmı ki, nə əməliyyat olub, anlamaq. Hələ bir ki, uşaq ondan zarafat eləyir. O dərəcə tərtəmizdir. Yəni, sözüm canı odur ki, bizimkilər öyrəşiblər görüntüyə, işin ağırlığının fərqində varmılar? Gəl o maşını misal gətirəm. Sən bardaçıqdan girib təmir edirsənsə, çölünə adam baxıb, görmür axı sən haradan girmirsən, ancaq bardaçıqın içindən motorxanaya keçirir, orada incə deşiklərlə o yeri tapır, yəni oradan o işi düzəldir, gətirir, aradan qaldırır, şurupu bağlayır və s. tellərlə və s. və motoru bərpa edir. Sən fərqinə varmamısan onun işin ağırlığına. Ancaq yox, o ağ rəngənli maşını sən qara kraskalı versələr, sən o görüntü görürsən ki, bu ağ idi olub qara. Vizual olaraq işi fərqinə varsan. Batığı var, əziyi var. Batığı var, əziyi var, şpaklovkalıylar və s. Gözü nəsə batır. Burada iş gedib. Ancaq sən yenə də polirovka çıxan maşını gətirirsən, çəkilirsən kənara, otur orada kofini iç. Orada servisdə içəridə bardaçıqda açırlar, girirlər tellərlə xüsusilə orada neysə problem aradan qaldı, gəl götür maşını. Bu adam neyniyib? Buna niyə artıq mən pul verim? Düşünür. Ancaq belə əziyi şpaklovka azad olur, biraz elə gəzir. O artıq görüntü onu aldadır və daha dəyər verir ona. Təəssüf olsun, o baxımsızlıq bizim biraz. Ancaq yəni gəl edirəm, bu onun qabaq olan söhbətdir. İndi insanlar çox fərqlidir, yenə də ancaq davam edir. Maariflənmə çox önəmlidir. Ona görə sizlərə təşəkkür edirəm ki, bizi dəvət edirsiniz. Belə şeyləri biz cəmaata axtarırıq. Təbii ki, kim qulaq asır, yəni qulaq asan neçə faiz faydalanır. Ən azı bir nəfər də faydalansa, o da bir qənimət sayırım özümə. O da yəni ki, şükür bir nəfər də faydalandı ki, yəni kiməsə nəsə missiyyət çatdı. Bir də Elnur həkim, uşaqlarda məsələn tərləmə olur. Tərləmənin müəyyən başqa səbəbləri də var təbii ki. Hansı hallarda tərləmə ürək qüsurundan xəbər verə bilər? Yeni doğanlarda ürək çatmamazlığı varsa, yəni ki, geniş mədəcik arası çəpər defekti, hansı ki, uşaqlarda tərləmə, qidalanmama, qarında nəfəs alma klinikaları varsa, bu təəssüf olsun, anadan gəlmə ürək qusurunun ilk bəlirtisidir. Bu özellikle yeni doğan uşaqlar üçün geçerlidir. Biz ona valideyn deyirik. Bala evdə ilk doğdunsa, yəni anam var, qardaşım var, bacım var. Ona sən yaşdan böyürsə, bir görürlər ki, bu uşaq durmadan təriyir. Qarnla nəfəs alır, tövşir, xalq arasında elə deyək. Yəni ciyərlərə əziyyətlə nəfəs alıb verir. Onlar artıq normal bir şey deyil. Bu mütəmadi tərləmə olur, yoxsa necə olur? Məsələn, arada tərləyir, yoxsa dayanır, yox? Mütəmadi tərləyir. Ürək çatmazlığının əlamətidir, o da ürək qusurunun fəsadıdır yeni doğanlarda. Ən çox tərlənmə hansı hissədə olur? Baş bədən. Bədəndə. Elnur həkim, son dövrlərdə mənim özümün saatımda elədir, belə ürək döyüntülərini göstərir. Amma mən bunun o funksiyasını bağlamışam, çünki məndə panik atak yarandı. Bu da ürək döyüntüsü 100-dən keçən kimi qorxuram ki, yəqin ki, indi panik atağım qalxır. Biraz da qalxır. Bəzi valideynlər də uşağın ürəyini yoxlamaq üçün qoluna saat taxırlar, ağıllı saatlarla onun nəbzini yoxlayırlar. Bu nə dərəcədə doğrudur? Yəni ağıllı saatlar. Birinci uşaqlar üçün ağıllı saat faydalıdır valideynlər üçün. Niyə?
Orada telefon üzərindən bütün proqramlar yükləndirmək olar. Uşağın hərəkətini Hara getdi, takib gəldi. edirlər. Kimin oturub durduğunu, necə elədiyini, ürək döyüntüsünü, təngi nəfəsini və s. Mən bunu qısıtlamıram, faydası var. Zaten hər uşaqda bir dəqiqə elektron smartfon telefon var. Yəni bizimkilər balacalar da belə olsa evdə var, yəni belə zaten var. Yəni o artıq həyatımızın ayrılmaz bir parçası çevirir. Və ona görə də bu akıllı saatlar da mən tövsiyə edirəm, özəlliklə məktəb edən uşaqlara tövsiyə edirəm. Valideynlər takib edirlər. Hardan girdi, hardan çıxdı, günlük hər şeyi, orada raporu çıxır, bir. Ondan sonra isə ürək döntüləri baxılaraq qaçırmı, elirmi, təbii ki, hər şey orada yazır. Yəni ziyanı yoxdur, faydası var. Niyə də yox? Hər şeyi deyim, siz insan yəni pis şeydən çox şey qoparır, müsbət şey qopara bilər. Sadəcə niyyət önəmlidir. Yaxlaşım önəmlidir. Düşüncə. Yəni elektron olduğuna görə bir ziyan eləməzmi? Hər şeyimiz elektrondur. Qulağın altında telefonla yatırlar hər kəs. Hə, daha çox telefon ziyanıdır da, belə başa Ona düşürəm. qalsa. Sonuncu sualımız, bu yeni bir araşdırmadır. Mən internetdə qabağıma çıxdı ki, anadan gəlmə ürək qüsuru olan insanlarda beyin inkişafı da ləngiyə bilir. Doğrudur. Bu nə ilə əlaqədardır? Yəni? Tamam. O sualı mən açıqlama verdim. Dediyim kimi ürək qüsurları iki cür olur. Göy və çəhrayı. Daha çox göy növ ürək qüsurlarda hansı ki uşaq göydür, onda saturasiya 80 aşağında olur. O deməkdir bədəndə kislorod insan normalda 100%dir. Bu adamda 85%, 80%, 60%dir. Təbii ki, beyin qanla qidalanır, kislorodla qidalanır və beyinə kislorod getmədiyi üçün yetərli miqdarda Kislorod nədir? Vitamin, mineral, hə, oksigen, kislorod, oksigen. Yəni də qanda oksigen dəyəri elə deyək, aşağı olduğu üçün 60%, 70%, maksimum 85% və bədən normalde %100 qidalanması gərəkir ikən, o artıq düzgün inkişaf eləmir və problemlər ortaya çıxır. Əqli tərəfindən, inkişaf tərəfindən, beyin böyüməsi tərəfindən və s. Çünki gərəkən tələbə yoxdur. Yəni də düzgün... Onu mən belə başa düşdüm ki, məsələn, burun göy növ ürək qüsurlarında, uşaqlarda, siyanotip uşaqlarda təəssüf ki, nevroloji gəlişim paralel seyr edir. Ağır və ya yüngül o ayrı söhbət. Ancaq olma ehtimalı yüksəkdir. Oksigenlə bağlı dediniz. Məsələn, uşaqlarda burun tutulması zad olur. Nə? O azdır. Yəni o 80%-də düşür 96-ya, 94-ə və s. Hə, o qədər təsir edir. O qüsurlu başqa şeydir. Yəni orada 75, 80, 65, 60 görürük biz onlarda. Elnur bəy, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Faydalı bir müsahibə oldu. Ümid edirəm ki, valideynlər də bu müsahibədən belə deyək də dərs çıxaracaqlar, sözün yaxşı mənasında və daha diqqətli olacaqlar. Əziz dostlar, YouTube-da faydalı videoların çox baxılması sizdən asılıdır. Videonu bəyənsəniz, şərh yazsanız və digər valideynlərlə paylaşsanız, bu videomuz deyək ki, 1000 yox, 10.000, 100.000 izlənə bilər və ölkəmizin insanlarına daha çox faydalı ola bilər. Valideynlər daha belə məsuliyyətli olarlar. Gələcəyimizin uşaqlarını xilas eləmiş olarıq. Ona görə də videoya baxıb, sonra ötürməyin, bəyənin, şərh yazın. Hər hansı bir suallarınız varsa da bu videonun şərh yerində yazın. Biz gələn müsahibəmizdə Elnur bəyə o sualları ünvanlayaq. İzlədiyiniz üçün təşəkkürlər. Elnur bəy, sizə də təşəkkür edirəm. Mən təşəkkür edirəm. Dediyim kimi, Ramazan ayında kiməsə bir buradan ki çıxışımızla bir şey fayda toxunduysa, o da böyük ibadətdir. Sağ olun, var olun. Təşəkkürlər.